Bilsəydiniz ki, bu işin içində sizlər də varsınız, mütləq maaş istəyərdiniz. Çünki pulsuz bu işi bəlkə də bilsəydiniz, görməzdiniz. Süni intellekti bizlər öyrətdik. Süni intellektə dair suallar çoxdur da, amma o nə öyrənibsə bizdən öyrənib. Gəlin çox maraqlı faktları süni intellekt deyək ki 2000-ci illərdən bugünə kimi necə və nəyi öyrənib, biraz ondan danışmaq istəyirəm. Belədir ki, yaxın durun. Söhbət Time'da süni intellekt və Capture getdik. Gəlin birinci deyim ki, Capture nədir? Bir insanı kompüterdən ayırt etmək üçün ən gözəl vasitədir. Bu vasitə 2000-ci illərdən başlayıb. Belə söhbətimin də ən maraqlı yeri 2000-ci illərə aiddir. Bu arada bilirdinizmi? Capture sözü hardan yaranıb? Bu bir akronimdir. Completely Automated Public Turing Test to Tell Computers and Humans Apart. Mənası onu kəsb edir ki, avtomatlaşdırılmış Turing testidir, kompüter insandan ayırt etmək üçün. Proqramlaşdırma dünyasının ən çiçəklənən dövründə 2005-ci illər o vaxtın proqramçıları bunu bilir. Bir capture yarandı, 2 sözdən ibarət. Birinci sözü yazarkən onsuz da səni sayta buraxır. Müəyyən edir ki, sən robot deyilsən, amma ikinci söz orada nə inirdi? Məsələ ondadır ki, sən ikinci sözü yanlış yazsan belə sayta buraxılırdın, amma ikinci sözün ən böyük, deyərdim ki, mahiyyəti var. Hətta bilsəydiniz ki, sizdən yararlanırlar, siz mütləq maaşınızı istəyərdiniz. Çünki nə inədinizsə sizlər öyrətdiniz süni intellektə yazıları, əyri yazıları, natamam çap olmuş yazıları necə kompüter öyrənsin. O dönemde gazetler rəqəmsallaşdırılırdı, skan olunurdu, amma bir problem var idi. Məsələ ondadır ki, kompüter həmin sözü gedən qəzetdəki yazıların bir neçəsini hərf olaraq oxuya bilmirdi və ya elə bir söz olurdu ki, həmin qat hissəsinə düşürdü və təsəvvür edin ki, bir skan olunmuş bir neçə hissəsini atırdılar Capture-in içinə. Niyə? Kompüter başa düşməsə də insan başa düşürdü. Və istər-istəməz 10 nəfərdən 8-i 9-u 2 sözü axı bilmirdi ki, ikisindən biri buraxır, digərini yazmaya bilərdin. Amma ən azı 10-undan 8-i 9-u onsuz da bu 2 sözü yazırdı və elə süni intellektə indidən öyrədirdi ki, qazet yazılarında bax bu natamam çap olmuş söz nədir? İndi isə təsəvvür edin ki, insan köməyi ilə neçə ton qəzet rəqəmsallaşıb və süni intellektin artıq oxunmasına şərait qurulub. Bugün süni intellekt elə-belə yaranmayıb. Həqiqətən də təsəvvür edin, 2000-ci illərdən bura kimi çox güclü işlər gedib və Capture bugün daha müasirdir. Amma ümumiyyətlə anladıq ki, səndə və insana baxa, nə maraqlı yol tapıb. Bir söz sayta bırakırsa, ikinci sözü sen onsuz da yazırsan, ama o ikinci söz süni intellektin geleceğiydi. O vaxtın adamları bugün sual verə bilər ki, ay Allah, bəs niyə indiki capture'ların içində daha söz yoxdur? Siz təsəvvür edin ki, 2005-dən müəyyən ilə qədər demək olar ki, bütün qəzet arxivləri artıq rəqəmsallaşıb deyə buna ehtiyac yoxdur. Millət gedir başqa, daha maraqlı, daha inkişaf edən bir yola əl atırlar. Həqiqətən də sözlərlə qutardı. Niyə? Süni intellekt artıq sizin kimi kitabları oxuya bilir. Sizin kimi bütün sözləri yarım yazılmış, natamam çap olmuş belə sözləri artıq süni intellekt oxuya bilir və bugün ona nə kitab versən, onu analiz edib çox gözəl, çox rahat şəkildə sənə geri dönüş olaraq izahını edər. Verər ki, bu kitab nədən danışır və bu səhifədə nələr var. Özü oxunmazsa da oxumaq nədir bilir. Capture dünyası bugün üçün
ən müasir, ən əsas proqramlaşdırmada bir nömrə olan vasitədir və sözün açığı Google bu işin peşəkarıdır, bir nömrəsidir, amma fikir vermisinizsə artıq söz deyil, captchalarda indi bu saat yalnız və yalnız şəkillərdir və əslində o qədər maraqlı captchalar var, amma nə olur olsun qarşınıza ən çox nələr çıxır? Xətti müəyyən etmək, insanların keçid yolunu təşkil etmək, ağacı məsələn, körpünü məsələn və s. və ilaxır. Bunları da biz pulsuz eləyirik. Süni intellekt üçün. Məncə Google şirkəti bizləri pulsuz işlədir və deyəsən işlədəcək. Məsələ ondadır ki, capture şəkillərində Google'un öz xəritəsi, öz çəkdiyi şəkilləri birbaşa biz insanlara istər velosiped, istər motosikl, istər körpü, istər bir çox işıq foru və s. və ilaxır seçməklə ona kömək edirik ki, gələcəkdə və bugün də istənilən sürücüsüz maşın, avtopilot özü rahat şəkildə gedib yolda bütün maneələri tanısın. Maşınlar bugün bizim hesabımıza rahat şəkildə sürücüsüz gedə bilir. Deyirəm bizlər nə qədər pulsuz şəkildə süni intellekt ağıllı olsun deyə işlər görmüşük. Amma indi bu saat süni intellektdən desən ki, məndə capture var, onu mənim əvəzimə həll elə. Orada bir yazı var, onu mənə de orada nə yazılıb. Və yaxud da ki, orada bir şəkil var, müəyyən et orada nə var. O anlayanda ki, bu capture'dır, onu sizin üçün həll etməz. Bunu elə özünə süni intellektə təşkil ediblər. İnsanın əvəzinə bunu həll etməz. Amma insandır, hər yerdə çıxış yolu tapar. Həddən ziyadə maraqlı bir beynə sahib insan özü yaratdığı süni intellekti aldatmağa nə var ki? Deyək ki, capture'da hər hansı bir capture'da fərqi yoxdur. Sadəcə yoxlamaq istəmir. Süni intellekt mənim üçün bunu həll edərmi? Baxmayaraq ki, elə kodu təşkil edən developerlər capture'nin həllinin elə qarşısını alıblar süni intellektə. Amma insan istənilən formada, gəlin deyək ki, bir qutu var, elə qutunun üzərinə bu capture'nin özünü yapışdırıb və yaxud da ki, Photoshopla müəyyən qədər bir işlər görüb, bir sözlə elə edib ki, hər hansı bir şəklin üzərinə capture qoyub və deyir ki, tutalım, mənim bu qutumdur və yaxud da ki, bu mənim əşyamdır, onun üzərində nəsə yazılıb, sən canım mənə de görüm orada nə yazılıb, çünki mənim deyək ki, eynəyim indi bu saat üzərimdə deyil, sən mənə kömək elə. O da deyəcək ki, bəli, mən elə sənə kömək etmək üçün yaranmışam. Bir dəqiqə sənə deyim ki, orada nə yazılıb və beləliklə hələ də maşını aldatmaq olar. Google burada dayanmır. Google daha da irəliləyir. Özü insanların özünün mükəmməl olmadığı siyasətini nəzərə alaraqdan möhtəşəm növbəti 3-cü nəsil, biz onu deyirik recapture, bir məhsul yaradır. Onun bu dəfəsində capture'sində nə bir şey yazmaq lazım olacaq, nə də ki şəkil seçmək. Mən robot deyiləm. Qarşısında xana dayanır və ora vurmaq yetərlidir. O anlayır ki, insan mükəmməl deyil. Imperfection siyasəti üzərində çox möhtəşəm bir alqoritmə sahib olur və müəyyən edir. Bu insandır ya yox. Çünki onun mouse tərpətməyi, robot adətən, proqramlaşdırma adətən mouse tərpətsə, ancaq müəyyən düz trayektoriya ilə tərpədəcək və tez müəyyən edəcək ki, bu insan deyil. İnsan belə qüsursuz şəkildə mouse işlətmir. Bunu Google artıq bilir. Və eyni zamanda sizin browserdə haralara girmişsiniz, insan olaraq nələr etmişsiniz, cookie'lərə nəzər alaraqdan, yetirərəkdən bilir ki, hə, bu insandır, onu buraxmaq olar və mən robot deyiləm, bugünkü müasir recapture'dır. Amma aydın məsələ ki, heç müəyyən edə bilməsə, siz mən robot deyiləm vursanız, yenə də şəkil istəyə bilər. O da ikinci özünü sığortadır. Belədir ki, bu 3-cü nəsil recapture çox möhtəşəmdir.
Təzə başlayan proqramçılara indidən deyə bilərəm ki, maraqlanın. Google'ın həqiqətən də həm ikinci versiya, həm üçüncü versiya recaptcha həddən ziyadə mükəmməldir və kompüteri insandan ayırt etmək üçün ən gözəl vasitədir ki, istər JavaScript-dən, istərsə də öyrəndiyiniz backend dili ilə bunu təşkil etmək olar və layihələrdə hamımız istifadə edirik. Niyə? Çünki bir neçə məqamda layihəni qorumaq lazımdır və elə etmək lazımdır ki, bu layihədə yalnız və yalnız insan əli iştirak eləsin. Sonda onu deyə bilərəm ki, süni intellektin hələ ağlı olmasına çox var. Düzdür, bugün bir çox işlərdə mənə köməkdir, amma onun o qədər yanlış, o qədər fərqli və nizamsız bir cavabları var ki, biz insanlar dayanmırıq. Bu demək deyil ki, süni intellekt var və insan dayanır, onun əldə etdiyi baza üzərindən iş görür. Əsla. İnsan bu dəfə 2 qat işləyir. Həm indiki versiyanı düzəldir, həm də yeni məlumatlar ona verməyə davam edir. İnsan dayanmır. Süni intellektin hələ mükəmməl olmasına illər var. Ona görə də biz hələ çox işləyəcəyik bu süni intellekt mövzusunda və onu elə edəcək ki, bugün mənə sadəcə köməkdir, çalışır mənim asistentim olsun, mənim yanımda düzgün cavablar versin. Düzdür, hələ çox tezdir. Amma gələcəyinə həqiqətən də biz ona kömək eləsək, mükəmməl, bizimlə bərabər, eyni statusda bir varlıq olacaq. Amma ona hələ var.